Salam 369 TV sakinləri. Bugün biz sizinlə özümüzə verdiyimiz adın, yəni insan sözünün elmi mənasını araşdıracağıq. Şəkildə gördüyünüz həmin o tərifə diqqət yetirin. Lüğətdə hue sözü rəngin spesifik çaları və onun tezliyi anlamına gəlir. Biz sadəcə bioloji varlıqlar deyilik. Biz insanıq, yəni nurdan və enerjidən ibarət canlılarıq. Bu termin təsadüfi deyil. Şəkildə qeyd olunduğu kimi biz hər birimiz bir işıq spektrinin atributlarıyıq. Ezoterik baxımdan desək, hər bir insan öz şuur tezliyinə, yəni düşüncə tərzinə uyğun bir rəngdə titrəşir. Əgər siz nifrət, paxıllıq, yalan və qorxu içində yaşayırsınızsa, deməli, siz işıq dalğalarının ən aşağısı olan qırmızı dalğalarda boğulursunuz. Amma hədəfimiz başqadır. Biz bənövşəyi rəngdə dalğalanmağa can atmalıyıq. Bəs niyə məhz bənövşəyi rəng? Çünki bənövşəyi rəng görünən işıq spektrinin ən yüksək tezlikli və ən qısa dalğalı rəngidir. Fizikada bənövşəyi rəngdən dərhal sonra ultra bənövşəyi rəng gəlir. Yəni fiziki gözlə görünməyən ruhsal aləm başlayır desək, yanılmarıq. Bənövşəyi rəng qədim simvolikada tat çakra ilə əlaqələndirilir. Yəni siz artıq digər canlılar və insanlar kimi deyil, bir yaradan kimi düşünməyə başlayırsınız. Onun təmsil olunduğu ali təbəqədəki məlumat bazasına giriş əldə edirsiniz. İsa Məsihinin bənövşəyi cübbəsi və qədim Roma papalarının bu rəngə olan ehtiraslarının arxasında sadəcə zənginlik deyil, həm də yüksək şuur mesajı dayanırdı. Biz bənövşəyi rəngə kökləndikdə əslində fiziki dünyadan çıxıb metafizik dünyaya keçid edirik. Gəlin ən cəsarətli hissəyə keçək. Şəkildəki Lucifer, yəni şeytan ifadəsi sizi qorxutmasın. Latın dilində bu söz Lucy, işıq və ferre isə gətirən sözləri anlamına gəlir. Yəni, işıq gətirən mənasını verir. Şəkildəki diaqrama baxın. İşıq gözlərimizin torlu qişasına, yəni retinaya daxil olur və beynin arxa hissəsindəki vizual korteksdə işlənilir. Qədim Misirlilər, yəni kemetiklər bu anatomik prosesi işığın sehri kimi kodlaşdırmışdılar. Bu o deməkdir ki, biz xarici dünyanı olduğu kimi görmürük. Biz beynimizin içində yaradılan bir illüziyanı görürük və ən sarsıdıcısı odur ki, biz kainatdakı işığın cəmi 0,1035%-ni görürük. Bu o deməkdir ki, biz reallığın 99,9%-nə qarşı tamamilə koruq. Biz sanki nəhəng bir okyanın içində kiçik bir iynə ucu qədər işığa baxıb, reallıq budur deyirik. Bəs bu illüziyadan necə çıxa bilərik? Şəkildəki sonuncu kod bizə yol göstərir. Gəlin elmin sözünə nəzər yetirək. El qədim semit dillərində tanrı və ya güc deməkdir. Ment isə latınca mens, yəni zehin deməkdir. O zaman element sözü tanrının zehni anlamına gəlir. Tarixin ən maraqlı və çoxşaxəli şəxsiyyətlərindən biri olan Walter Russell deyirdi: Tanrı düşünən bir ağıldır. Bu o deməkdir ki, biz bu kainatın içindəki maddələr deyilik. Biz Tanrının zehni daxilində titrəyən rənglərik. Şuurunuzu hansı mövzuya kökləsəniz, beyin o tezliyi qəbul edəcək və sizin üçün o reallığı rəngləməyə başlayacaq. Necə deyərlər, niyyətiniz hara, mənziliniz ora. Dostlar, biz sadəcə ətdən və sümükdən ibarət deyilik. Biz 0,1035%-lik dar qəfəsdən çıxıb bənövşəyi rəngin o tərəfindəki sonsuzluğa can atmalıyıq. Çünki şəkildə deyildiyi kimi biz fiziki formaya bürünmüş işıq dalğalarından ibarət varlıqlarıq. Bəs siz hansı tezlikdə və hansı rəngin əhatəsində dalğalanırsınız? 369 TV-də qalın ki, bu tezliyi birlikdə yüksəldək. Çünki sir rəqəmlərdə və işıqdadır.